9-cu sinif güvən test toplusundan üçbucaqlar bölməsinə aid 173-cü sualın həllinə qalır. Düzbucağı 3 bucaq bizə verilib. Bucaq A 90 dərəcə. BD-ni tən bölən verib. Yəni bura alfadırsa, burada alfadır. AD-ni 4 cm verib. AB C-yə bərabərdir. BC A-ya bərabərdir. A ilə C-nin fərqi isə 3 cm olarsa DC-ni tapın. DC-yə də bir dənə X deyək. Bizdən X-i soruşur. Deməli, bu sualı həlləmək üçün D nöqtəsindən BC tərəfinə perpendikulyar çəkirəm. DK perpendikulyar çəkirəm. Baxın, bura alfadırsa, onda ADB bucağı 90 çıx alfa olacaq. Eyni qayda ilə BDK bucağına 90 çıxılsın alfa olacaq. Buradan görürəm ki, ABD üçbucağı ilə BDK üçbucaqları kongruent üçbucaqlardır. Yəni, AD 4-dürsə, DK da 4 olacaq. Eyni qayda ilə BK da C-yə bərabər olacaq. Onda KC məsafəsi A minus C-yə bərabər olacaq. Çünki BC A-ya bərabərdir. BC A-dırsa, onda KC A minus C-yə bərabər olacaq. A minus C-dən bizə 3 cm verir. Yəni, bura 3-dür. Onda Pifagor teoremindən çox rahat bir şəkildə X-i tapa bilərik. Onda X-in kvadratı bərabər olacaq. 4-ün kvadratı üstəyər 3-ün kvadratı. Buradan X kvadratı 25-ə bərabərdir. X də 5-ə bərabərdir. Deməli, DC bərabərdir X-ə, o da bərabərdir 5 cm. Bu qədər.